Ekranda gördüyünüz beloma nahiyəsinin MRT təsviridir və gördüyümüz kimi L5 S1 feqər arası diskdə böyük ölçülü 8 millik yırtıq var. Neçə müddətdə ağrıyırsınız? 3 aydır doktor. 3 aydır ki ağrıyırsınız. İlk necə başladı, hara vurdu? Belimdən tutdu doktor. Aha. 3 ay bundan qabaq. O da bir getdim çəpər kimi 3-4 iynə vurdu. Aha. Keçdi getdi. Sonra üzr istəyirəm toqqalığıma verdi. Hə. Toqqalığıma verdi. Yenə getdim bir iynə vurdu. Yenə iynə vurdunuz, keçdi. Hə, keçdi. Amma bu dəfə neçə gündür möhkəm tutub? 4 gündür. 4 gündür ki artıq ayağa verir. Bəli, ayağa verir. Sol ayağa şiddətli ağrıdır. Çox dözülməz bir ağrılardır. Oturduğum yerdən qalxa bilmirəm. Çox çətindir. Aha, oturanda qalxmaq çətindir. Bəli, uzananda çevrilə bilmirəm. Uzananda da çevrilmək çətin Bəli, olur. çox çətindir. Yəni bu cür artıq gördüyümüz kimi həm L4, L5 fəqər arası diskdə qaralmalar, hündürlüyün azalması, həm də L5, S1 fəqər arası diskdə hündürlüyün azalması, fəqər arası diskin qaralması və böyük ölçülü bir yırtıq var. Bu neyrocərrah baxıbdır, əməliyyat tövsiyə eləyib pasiyentimizə. İnşallah ki bundan sonraki müalicə prosesini də sizinlə paylaşacağıq. Allah şəfa versin. Sağ olun.